Hamıya salam. SSC imtahanlarına hazırlaşan demək olar ki, hər bir tələbənin mütləq qarşılaşdığı, amma çox vaxt bir-biri ilə qarışdırdığı o məşhur üçlükdən danışacağıq. EBITDA, Earning Before Interest, Taxes, Depreciation və Amortization. Bugün mühasibatlığın o quru tərəflərini tamamilə kənara qoyuruq və bu terminlərin arxasındakı real biznes məntiqini sadə və səmimi şəkildə analiz edəcəyik. Hazırsınızsa başlayaq. İlk dayanacağımız EBITDA'dır. Şəkildə də gördüyünüz kimi, EBITDA bir şirkətin real pul yaratma mühərrikidir. Yəni, bu şirkət heç bir kənar təsir olmadan sadəcə öz işini görərək nə qədər nağd pul istehsal edə bilir? Bura hələ köhnəlməni, bankın faizlərini və dövlətin vergisini daxil etmirik. Sırf biznesin öz gücüdür. Bunu hesablamaq üçün əməliyyat mənfəətindən amortizasiya xərclərini, yəni depreciation və amortization'ı geri çıxırıq. Niyə iki şirkəti müqayisə edəndə EBITDA idealdır? Çünki o bizi amortizasiya fərqlərindən qoruyur və təmiz gücü göstərir. Biznes işləyir, amma eyni zamanda istifadə etdiyimiz zavod, maşınlar, kompüterlər zamanla köhnəlir. EBITDA'dan həmin o köhnəlmə, yəni amortizasiya xərclərini çıxanda əlimizdə EBIT qalır. EBIT elə bizim bildiyimiz əməliyyat mənfəətidir. Operating profit. Düstur olaraq desək, satışdan bütün istehsal və əməliyyat xərclərini çıxırıq, amma amortizasiyanı daxil etməklə. Yaxşı, bəs növbəti addım nədir? Biznesimiz əməliyyat mənfəəti qazanır. Amma biz bu biznesi qurmaq üçün bəlkə də bankdan kredit götürmüşük. İndi gərək bankın pulunu ödəyək. EBIT-dən həmin o bankın faizlərini interestlə çıxırıq. Yerdə nə qalır? EBIT. Yəni vergidən əvvəlki mənfəət. Bundan sonra sadəcə dövlətin vergisinə çıxmaq qalacaq ki, xalis mənfəəti tapaq. Gəlin bura qədər dediklərimizi vizual olaraq bir yerə yığaq. Baxın, bu bir zəncirdir. Ən başda hər şeydən təmizlənmiş ən böyük rəqəmimiz EBITDA durur. Ondan köhnəlməni çıxırıq, EBIT-dən bankın faizini çıxırıq, düşürük EBIT-yə. EBIT-dən də verginə çıxsaq, ən altdakı xalis mənfəəti net income almış oluruq. Sıralama həmişə bu cür gedir. Bəs imtahanda examiner bizi hardan vurmağa çalışacaq? Budur sizə 3 qızıl taktika. Birincisi, sizə qarışıq bir gəlir hesabatı verib, zəncirlə geriyə və ya irəli doğru hesablama tətbiq etdirəcək. İkincisi, ratio analysis suallarında soruşulacaq. Niyə iki fərqli şirkəti müqayisə edəndə EBITDA daha yaxşıdır? Cavab verəcəksiniz ki, çünki şirkətin amortizasiya siyasətləri fərqli ola bilər. Amma EBITDA bizə biznesin daxili gücünü vizual olaraq düzgün göstərir. Və üçüncüsü unutmayın, əgər şirkət ziyanda deyilsə, rəqəm olaraq hər zaman EBITDA böyükdür. EBITDA böyükdür EBITDA-dən. İndi isə gəlin özümüzü yoxlayaq. Sualımız belədir. Hansı göstərici şirkətin əsas pul yaratma mühərrikini, yəni həm amortizasiya, həm də faiz təsirlərindən təmizlənmiş halda ən yaxşı formada təsvir edir? A-nı və C-ni seçsək, mütləq ki, bizdə səhv cavab çıxacaq. Odur ki, B variantı, yəni EBITDA. Bunu seçdiyimiz anda ekranda yaşıl işıq yanır. Bəli, doğru cavab EBITDA-dır. Vəssalam. Bu sadə mühərrik və süzgəc məntiqini yadda saxlasanız, SSC imtahanlarında bu mövzudan gələn suallar sizin üçün sadəcə cibdə olan ballar olacaq. Daim inkişaf edin və uğurlar.